Ben bugün valideynlərə çənə deformasiyasının onurğa əyriliklərindən asılılığı barədə məlumat vermək istəyirəm. Uşaqlarda ön dişləm, yan dişləm, arxa dişləm kimi bir vəziyyətlər yaranır. Yəni, keçid dövründə onlar çənə deformasiyası ilə üzbəyüz qalırlar. Onurğa əyriliklərindən əgər uşaqda kifoz varsa, onda ön dişləm yaranacaq. Skalyozda isə servika tarakal və tarakal skalyozlarda yan dişləm müşahidə olunur. Yəni, üst çənə ilə alt çənəni qapadıqda yana doğru getmə müşahidə olunur. Beləliklə, uşaqlarda skalyozu, yəni kifozu və servika tarakal skalyozu normal həddə gətirməsək, çənəni bərpa etmək mümkün olmur.